Nico Paz Real Madrid'e qayıtmaq istəmir. Gənc futbolçu Kral klubunda əsas heyətə düşməyəcəyindən ehtiyat etdiyi üçün daha bir mövsüm Como klubunda çıxış etmək istəyir. Nico Paz bildiyiniz kimi Real Madrid'in əsas transfer hədəflərindən biridir. Bu futbolçu ötən yay 6 milyon avroya İtaliyanın Como klubuna satılıb, amma Real Madrid onun geridə qalan mövsüm ərzində çıxışını çox bəyənib və yarım müdafiə xəttini məhz pasla gücləndirmək istəyir. Bildiyiniz kimi Real əgər bu oyunçunu heyətə qatmaq istəsə, keçid üçün 8 və ya təqribən 10 milyon avro ödəməli olacaq. Bir neçə gün əvvəl xəbər yayılmışdı ki, Real Madrid artıq klublar arası dünya çempionatına qədər Nico Paz'ı komandaya qaytaracaq, amma hadisələr hələ ki ləng cərəyan edir və bilinmir ki, Nico Paz ümumiyyətlə Real Madrid'ə gələcək, gəlməyəcək. Mən isə xatırlatmaq istəyirəm ki, Real Madrid akademiyasının yetirməsi olan Nico Paz ötən mövsüm ərzində A seriyasında çox gözəl çıxış edib. Francesc Fabregas'ın rəhbərliyi ilə Nico Paz geridə qalan mövsümdə A seriyasının ən yaxşı gənc futbolçusu adına layiq görülüb. Nə düşünürsünüz? Real Madrid'e gəlmək istəməyən oyunçunu Real'a gətirməyə dəyərmi? Əslində mən hardasa Nico Paz'ı başa düşürəm. Real Madrid elə bir klubdur ki, burada hətta ən istedadlı oyunçular, onlardan biri də Arda Gülərdir. Özünüz də yaxşı bilirsiniz ki, Real hətta ən istedadlı oyunçulara belə heç də hər zaman oyun praktikası vermir və bu baxımdan Nico Paz'ın nə fikirləşdiyini mən hardasa anlayıram. Digər tərəfdən Real elə bir klubdur ki, burada oynamaq istəməyən futbolçu istənilən an komandadan gedə bilər və yaxud gəlmək istəmirsənsə, biz artıq sənin yerinə başqa futbolçu axtarışına başlayacağıq. Dostlar, bu məsələ ilə bağlı fikirləriniz necədirsə, şərh bölməsində yazın. Sizin mövqeyinizi oxumaq mənim üçün də maraqlı olardı və bir də xahiş edirəm ki, videoya like qoymağı unutmayın.